Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizi Sabunçu rayonu Savalan yaşayış massivində 28 sayılı orta məktəbin tam yaxın məsafəliyində, magistral yolun kənarında, həm evin, həm də torpağın kupçası olan belə bir gözəl həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evimiz ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən də 9-10 daş kürsüdə tikilib. Hər bir tərəfi yaşayış olan yerdir. Heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfindən zaborunun məsafəsi saxlanılaraq tikilib. Evin həyətinə maşın rahatlıqla yerləşə bilər. Həyətimiz tamit daşlarından döşənilib, kənar hissələrdən boş torpaq sahəsi saxlanılıb. Evin fasadı da ağlay daşlarla yığılıb. Evimizin belə hündür padvalı var. Padvalını da sizə buradan göstərmək istəyirəm. Padvaldan da keçid edib otaqların hər birinin alt hissəsini gəzmək mümkündür. Evin altı betondur, üstü kəmərdir. Dörd bir tərəfi qoşadaşından tikilib. Kombi xətti də çəkilib. 4 otaqda evin ümumi sahəsi 135 kvadrat metrdir. Qiyməti isə 105 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız da olsa qiymətində endirim olunacaq evin sahibi tərəfindən. İndi isə keçək evin içərisi ilə də sizi tanış edim. 139 sayılı marşrut evin 50 metr məsafəliyindən keçir. Birbaşa Koroğlu metrosuna gedən marşrut xəttidir. Buradan da evin çardağına girişi var. Bu evimizin dəhliz hissəsidir. Dəhlizə daxil olduqda sağda gəlir evimizin mətbəxi, solda isə gəlir qonaq otağı. Dörd bir tərəfi qoşadaş, pəncərələr, şəbəkə pəncərə, polunun lakı yeni vurulub, aboylar yeni vurulub. Bura evimizin geniş bir qonaq otağıdır. Məlumatlarını bir daha təkrar edirəm. Sabunçu rayonu Savalan yaşayış massividir. 28 sayılı orta məktəbin yaxın məsafəliyi, yolun da kənarı. Böyük marketlərə, uşaq bağçasına, bütün mərkəzi yerlərə yaxın məsafədə yerləşir. 3 sotun içində yerdən 9-10 daş kürsüdə, 4 otaq, 135 kvadratda evin ümumi sahəsidir. 3 sotda torpağıdır. İpotekaya da yarayır, sənədləri evin də torpağında kupçası. Qiyməti də 105 min manatla satışa çıxıb. Evlə bağlı əlavə nə suallarınız olarsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Zəhmət olmasa kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.